Deməli, Elcan bəy, ürəyinizdə 1-dən 60-a qədər bir ədəd tutursunuz. Ürəyinizdə 1-dən 60-a qədər bir ədəd tutursunuz. Ürəyinizdə tutduğunuz, bunda varmı? Rəqəmlərdən biri. Hə, ürəyinizdə 1-dən 60-a qədər tutmuşdunuz. O ürəyinizdə tutduğunuz, bunda varmı? Var. Var. Keçirik bura. Bunda varmı? Bunda varmı? Var. Bunda varmı? Bunda yok. Yoxdur. Bunda varmı? Var. Bunda varmı? Yok. 39 tutmuşduq. Evet. Ekranı 39 tutmuşduq deyək. Ürəyi oxuduq. Və biz bu sehirli Elcan hədiyyələri, Elcan bəy, ürəyi oxumaq mexanizmi məsələyəcəm. Bundan sonra oxusun izləyəcəklər. Hər kəsin ürəyini oxuya biləcəksiniz. Ha, inşallah. 2 aydan sonra yaşam kursu. Falçılığa başlaya bilərik. Təşəkkür. Əməliyyat riyaziyyatda Bedmas qaydası var da. Bedmas. Ne deməkdir Bedmas? Yəqin ki görürsünüz da YouTube'da da və ya ki TikTok'da da paylaşırlar. Bunu Türkiye'de 90% əldə edilmədi. 6 bölə 2 vura 3. Neçədir cavab? 6 bölə 2 vura 3. Hə? Bir deyənlər qaldırsın. Ayısı, cavab 9'dur. Bakın problem oradadır. Bunu biz mizahla ötürmüş olsaydık, mesela deseydi ki, o əməliyyat var ya, vurma, bölmə, toplama, çıxma, zəncirlər və kasıflar. Zəncir əməliyyatı hansı olar sizdə? Vurma, bölmə. Kasıf əməliyyatı ne olar? Toplama, çıxma. Zəncirlər üçün vurma, bölmə, kasıflar üçün toplama, çıxma. Birinci kim öncəli olacaq orada? Kasıflar hər alır. Həkimlər yerə yıxılan bir insanı görəndə nə deyir? Çəkilin kənara. Mən həkiməm, köməyə gəldim. Cahil bir insan görəndə, müəllimlərimiz elə deyirmi? Görəsən, çəkilin kənara, mən müəlliməm, gəlmişəm onu sağaldan deyirikmi? Və ya da ki, zəncirlər kasıb görəndə, çəkilin kənara, mən zəncirəm, onu müalicəyə gəlmişəm deyirikmi? Deyən var mı elə bir zəncir gördünüz mü?